Salam dəyərli izləyicilər, şagird yer dəyişməsi dayandırılır. Nə vaxt dayandırılacağını rəsmi açıqlamanı diqqətinizə çatdıracağım. Videonu paylaşıb burada üstəgəl işarəsinə vura bilərsiniz. Dəyərli izləyicilər, 8 yanvar saat 15:00-dan etibarən 2025-26-cı tədris ilinin birinci yarım ili üzrə şagirdlərin elektron yer dəyişmə prosesi müvəqqəti olaraq dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yer dəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonuna qədər aktiv edilməyəcək. Məktəbə hazırlıq qrupları və 1-ci 10-cu siniflər aralığında siniflər üzrə yer dəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixə qədər tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.